Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının məhkəməsində zərərçəkənlə vəkili arasında mübahisə düşüb. Noyabrın 12-sində Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkən kimi tanınan Qurbanəli Yusifovun dostu Fikrət Məmmədov dindirilib. Onun sözlərinə görə Qurbanəli Yusifov ona Azər Qasımlıya borcu olduğunu və siyasətçinin buna görə onu təhdid etdiyini deyib. Bu zaman Azər Qasımlının vəkili Rövşanə Rəhimli xatırladıb ki, şahid ibtidai istintaqda ifadəsində təhdidlə bağlı heç nə deməyib. Fikrət Məmmədov vəkilin bu barədə sualına cavab verə bilməyib. O, ifadəsində hədə-qorxu ilə bağlı yalnız Qurbanəli Yusifovdan eşitdiyini deyib. Bu zaman Yusifov müdaxilə edərək dostuna etiraz edib. Xəbərin yox idisə, mənə niyə vəkil tutmusan deyib. Bu vaxt Yusifovun vəkili də ona acıqlanıb və bu sualın yeri olmadığını deyib. Prezident İlham Əliyev noyabrın 12-sində 5 icra başçısını vəzifədən azad edib. Kürdəmir, Göyçay, Gədəbəy, Göygöl rayon və Naftalan şəhər icra hakimiyyətinin başçıları işdən çıxarılıb. Belə ki, Kürdəmirin icra başçısı Elxan İbrahimov Bakı şəhər Nəsim rayonuna, Göyçay icra başçısı Natiq Ağayev Balakən rayonuna, Gədəbəyin icra başçısı Orxan Mürsəlov Göyçay rayonuna, Göygölün icra başçısı Elvin Paşayev Qax rayonuna, Naftalanın icra başçısı Vüqar Novruzov isə Göygöl rayonuna təyinat alıb. Noyabrın 11-də Azərbaycandan Türkiyəyə uçmaq üçün havaya qalxan hərbi yük təyyarəsi Gürcüstan sərhəddində qəzaya uğrayıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə qəza zamanı təyyarədəki 20 hərbiçi həlak olub. Türkiyə Baş Prokurorluğu İstanbulun həbsdə olan meri Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Əkrəm İmamoğlu'nun 2352 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. İctimaiyyətə açıqlanan və təxminən 4000 səhifədən ibarət olan sənədə əsasən İmamoğlu 142 cinayət əməlində ittiham olunur. O, istintaq və məhkəmədə verdiyi ifadələrdə bu və sonradan irəli sürülən bütün ittihamları rədd edib.